Dostlarımızı salamlayıram. Gördüğümüz kimi Abşeron rayon Mehtebat qəsəbəsi İstiqlaliyə küçəsinin yolu bitdikdən sonra başladıq su küçəsinin asfaltlaşmasına. Su küçəsinin də asfalt örtüyü bərpası bitir. Gördüğümüz kimi bayaq ilk çəkmişdim. Bir dənə gözəlliyi. Bax bu gözəlliyi. Eşq olsun. Artık bitmək üzrədir. Su küçəsinin də asfaltlaşma işi bitmək üzrədir. 14 sayılı yol idaresinin bütün işçileri eşk olsun. Yorulmayasınız, yorulmayasınız. Allah sizleri var eləsin. Allah verdi müəllim. Sağ olun. Yüksək formada işimiz gedir. Mehtebat qəsəbəsi, İstiqlaliyə küçəsi və ondan sonra da su küçəsinin asfaltlaşma örtüyü sona çatdırmaq üzrədir, bitmək üzrədir. Gördüğümüz kimi yüksək formada işler gedir. Bir daha indi də Sülh küçəsindən, Mehtebat qəsəbəsi Sülh küçəsindən necə ki cənab prezidentimiz bizə sülh bəxş elədi, Qarabağı bəxş elədi. Şəhidlərimiz, qazilərimiz, Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Qarabağ azad olundu onların sayəsində. Qarabağ bizimdir. Bugünkü gün o işlərə görə, cənab prezidentimizin göstərişlərinə görə Azəryolun rəhbərliyi Salih müəllimə, departament sədri Kamran müəllimə, 14 sayılı yol idarəsinin general direktoru Ziyəddin müəllimə, Qismət müəllimə və 14 sayılı Azərbaycanda bir nömrə yol idarəsi olan, bir nömrəli yol idarəsi olan 14 sayılı yol idarəsinin rəhbər və işçi heyətinə təşəkkür edilən bu möhtəşəm işə görə 4 gün ərzində Mehtebat qəsəbəsində 2 küçə mənim xahişimlə, bir əməkdar məhçi kimi, idmançı kimi bizlərin xahişi ilə bu küçəni saldılar. Çünki bu küçədə zalımız yerləşir. O idman zalımızda gələcəyin çempionları yetişəcək, bayrağımızı qaldıran çempionlar yetişəcək, əskərlər yetişəcək. Var olun 14 sayılı yol idarəsi. Var olun Azəryol, bütün Azəryol rəhbərliyi və işçiləri. Allah sizləri var eləsin.